Salam olsun bütün doğma Azərbaycanlarımıza, salam olsun bütün bizi izləyənlərə və bizə abunə olmayan müştərilərimizə də ayrıca salam olsun. Mən birinci növbədə bu videonu çəkən Fatimə xanımın 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətindən təbrik edirəm. Allah bütün xanımlarımızı xoşbəxt eləsin, çünki düşünürəm ki, onlar həqiqətən də xoşbəxt olmağa layiqdir. Ürəyinizdə nə arzular varsa, sevdikləriniz üçün nə arzular varsa, bütün bu arzuların yerinə yetməsini arzu edirəm. Qarşıdan gələn Bahar Bayramı münasibəti ilə də bütün Azərbaycanlıları, bütün dünya Azərbaycanlıları və Türk xalqını səmimi qəlbdən təbrik edirəm. Allah sizə hər şeyin ən yaxşısından, ən xeyirlisindən qismət eləsin. Və bunu da demək istəyirəm ki, əslində doğrudan da xanımlar bizim həyatımızda çox vacib bir rol oynayırlar. Çünki onlar daima bizim yanımızdadılar, bizə dəstək olurlar. Allah onları var eləsin. Sizin onlara tək sevginiz, onlara diqqətiniz hər şeyə dəyər. Qadınlar bizim baş tacımızdır. Hər birinizi öpürük.